Sual belədir ki, ayağımda dəri problemi olduğu üçün həkim 3 gün ayağı suya vurmamaq şərti ilə müalicə yazıb. Əgər ayağı suya vurmaq olmazsa, dəstəmaz işini necə edim? Əgər mümkündürsə, bir dəfə sutkada su vurmaq, bir dəfə yuyub, corab geyinib, sonra üstdən məs çəkirsən. Yox, 3 gün ərzində qəti şəkildə su vurmaq olmazsa, bu etibarlı həkimin qərarıdırsa, dəstəmaz alırsan, hansı yerləri yumək olmazsa, o yerləri yumursan, hansı yerləri yumək mümkünsə, onları yuyursan və salam, bununla kifayətlənirsən. Hətta heç ayağa vəbşə yaxın qəti şəkildə su vurmamaq əmr olunubsa, dəstəmaz alırsan və ayaqlarını yumursan və eləli namaz qılırsan. Və yaxud da bəzi elm əhlinin rəyinə görə ayağına corab geyirsən, dəstəmaz alırsan, sadəcə ayağının üstə sonra məs çəkirsən. Yəni, yüyüləsi yerə məs çəkirsən. Bunu elm əhli qiyas edir ki, məsələn, bir adam tutaq, əli gipsdədir. Dəstəmaz alır, sonra gipsin üstdən məs çəkir. Və bəzi elm əhli deyir ki, heç məs çəkməyə də gərək yoxdur. Çünki o yüyüləsi yer şəriətlə üzürlü sayılır, tərk olunur. Qısacası cavabı odur ki, dəstəmaz alırsan, yüyüləsi yerlər varsa, yuyursan, müalicə üçün tərk olunası yer varsa, tərk edirsən. Yox, qəti şəkildə dəstəmaz üzvü, ayaq polunu su vurmaq qadağandırsa, yumursan ayağını. Yumursan ayağını, başqa üzvlərini yuyursan, ayağını tərk edirsən və eləli namaz qılırsan. Və yaxud da, bəzi elm əhli fətvasına görə, dəstəmaz alırsan, ayağında da corab olur. O yuməyin yerinə ayağının üstə məs çəkirsən, bu da zərurətə görədir. İxlasla.com saytı tərəfindən təqdim olundu.